Hər kəsə salam. 420 qram 2%lik kəsməyin üzərinə 3 xörək qaşığı manna, 4 ədəd yumurtanın sarısı və 1 xörək qaşığı bal əlavə edib blenderlə əzirəm. Başqa bir qabda 4 yumurtanın ağını ağarana kimi çırpıram. Hazırlanmış kütləni digər hazırladığım kütlənin üzərinə əlavə edib yavaş-yavaş qarışdırıram. Sonda isə üzərinə 2 ədəd xırda doğranmış bananı əlavə edib qarışdırıram. Hazırlanmış kütləni yağlı kağız yerləşdirdiyim formaya yığıb, üzərinə badam yarpaqları səpirəm. Sonra isə öncədən isidilmiş 200 dərəcəlik sobada təxminən 30-32 dəqiqə bişirirəm və hazır olur. Çox ləzzətlidir. Növbəti videolarda görüşənə kimi sağ olun, sağlıqla qalın. Hələlik.